Bizim müharibə haramıza yaraşır. Müharibə istəyənin quyruğu suda gələk. Əgər yenə müharibə istəyirsə, pualara hazır olun. Park. Cum. Haramıza yaraşır axı müharibə. Bir də müharibə olsa, dilimizdə bir şar var. Yaşa Azərbaycan, yaşa Azərbaycan. Makrona od qoydu, birbaşa Azərbaycan. Hələ dəmir yumruğu demirəm. Hə, Ruben Ayariksakiya bunun bariz nümunəsidir. Mən də sizə bunu deyirəm də. Yekə-yekə danışırdılar. Ayarikinin Bakosakiyana şəxsən yığdım ki, çıxın oradan cəhənnəm olur. Sinələri veriblər qabağa gendroz belə. Axırı bir oldu, hamısını dozdular Qəzərli üç maşının kuldasına, apardılar Bakıya. Dedim bu Azərbaycan ordusudur. Mən dedim eləcə mən eşitdim. Onunla mən İrəvana çatmışdım. Canımı çöldən tapmışam. Deməli yekə-yekə danışan Sarkisyan idi, Koçaryan idi. Opşum şəhərliyənlər hamısı qaçıb gizlənmişdir. Ohanyana yığdım, dedən sən öz canıma qaşıma düşüb, qorxudan düşmüşdü. Dedi gələmərəm, dedim cəhənnəmə gəl. Hələ biri var Ruben. Ursetdən vurub gəlib pay yaptı onunla. Bu adamda başdan başqa hər şey var. Qorxusundan nə təri əsirsə, elə orada da bunu soxurlar, qoduqluğa götürüb gediblər. O gün yazıb, niyə məhkəməmə gəlmirsən? Gəlib ora, aparıb mənim də sasına sən yana. Hansı yaxşı əməl adı ora?